Mən Qəhrəmanova Gülzar, Şəmsəddin qızı, Qəhrəmanov Əlmərdan anasıyam. Qəhrəmanov Əlmərdan uşaqlığı çox çətin keçir. Uşaqlıq devrində də körpə olsa da biraz onun gec yeriməsi oldu. 4 yaşından sonra yerdi. Çox əziyyətlər çəkdi. Hətta o bir gün qızılcıq səpmişdi. Elə bir məqamı idi, Allah and olsun. Onun ölümlə üzbəyiz idi. Hər kəs bunu bilirdi də. Elə hər bir tərəfdən deyirdi ki, yəqin ki, çox arıq uşaq idi. Hədsiz dərəcədə zəif uşaq idi. Elə bil ki, son nəfəsi idi, bax elə o cürə. Amma o qızılcıqdan sonra durdu yeridi. O durdu yeridi. Elə bir oğlan oldu ki, əskəriyə gedəndən sonra onun boyu buxunu qalxdı. Elə bil ki, məktəb illərində çox cılız uşaq idi. Çox arıq idi, hədsiz dərəcədə, çox zəif idi. Həm zəif idi, həm cılız idi. Amma qəşəng də oxuyurdu. Düzdür, imkansızlıq oldu oxutmağa. Amma özü məktəbi qutarandan sonra özü əskərliyi seçdi. Əskərliyə getdi. Həmən bu elə xüsusi təyinatlara, komandaya düşmüşdü. 2014-cü ildə əskərliyə getdi. 2016-nın axırı, 2017-nin əvvəli yanvar ayında gəldi. Elə biraz orada, burada işlədi. Biraz pul qazandı, nə bilim. Sonra dedi, ana, belə işdə pul yoxdur. Evimiz yox idi. Ev istəyirdi olsun. Hara gəldi özünü çavalayırdı. Amma çox zulm çəkdi mənim uşaqlar. Özüm zulm çəksəm də, amma uşaqlarım da betər çəkdi. Sonra bu hərbiyə getdi. Hərbidə işlədi. Türkiyədə oxudu, gəldi. Həm də orada da elə işləyirdi də, oxuyurdu da. Çox hörmətli uşaq idi mənim oğlum. Hər kəsin yanında da böyük bir hörməti var idi. Namaz qılan idi, hər kəs əl tutan idi. Balam, mən deməklə çatıra bilmərəm, amma bunu hər kəs bilirdi ki, kiməsə 10 manat lazım olsa, o çıxardardı 100 manat verərdi. Həqiqətən, amma onun arxasıcan da, pulun arxasıcan getməzdi də. Nə də istəməzdi ki, o pulu həmən şəxs qaytarsın onun özünə. İstəməzdi. Qubadlı döyüşündə o gəldi, paraliş keçirdi. 2021-də Türkiyədən gələndən sonra onlar Qubadlı döyüşündə paraliş keçirdi. Ondan sonra o 3 ay 4 ay banisədə yatdı. Sonra düzəldi, çox pis vəziyyətdə idi. Ağzı burnu əyilmişdi, gözləri də. Bir gözündə də çox şikarlıq var idi. Şükür də düzəldi də. Amma çox pis vəziyyətdə idi, həqiqi, ağız da əyilmişdi. Sonra yenə getdi. Amma bir söz oldu ki, gedirəm təzədən də bu paralizdən sonra dedi, birdən götürməzlər məni. Bircə ana, əgər məni orada götürməsələr, orada məni götürsələr, sənin icazanı istəsələr, icazə verginə. Amma verdim yenə də. Çünki onun boyu buxunu o qədər gözəl idi ki, o qədər yaraşıqlı idi ki, hətta bu hərbi paltarı yox, ona hər bir şey yaraşırdı. Hərbi paltarda o qədər gözəl yaraşırdı ki ona. O olmasa da yenə də mən ondan qürurlanırdım.
Hər tərəf aparardı məni gəzməyə. İstədiyimi alırdı. Arxamda durardı. Hətta o mənim həyatım idi. Dünyam idi. Birdən indi özümə fikirləşirəm ki, sən mənim arxam idinsə, niyə məni qoyub getdi? Birdən xəstələnəndə elə bilirəm ki, o gələcək. Gecələr zəng edirdi birdən bana, gecə saat 2-də, 3-də. Görürdü yatmamışım, deyirdi, yəqin sən azarlamısan. O dəqiqə hiss eləyirdi. Hiss eləyirdi ki, mən azarlamışım. Özünü çatdırırdı həmişə, Allah'ın olsun. Ama indi 2 ildir çatdırmır özünü. Məni qoydu istasız. Bilmirəm nə olacaq, olanı xatirədir. Niyə yanır bu ocaq, yanır külü qalacaq. Bilmirəm nə olacaq. 13 günü gecə gəldi. 13 günü gecə gəldi evə. Hətta kökəlmişdi də. Sarışqası belə biraz düymələr aralıydı. Çox kökəlmişdi. O qədər də gözəlləşmişdi ki, Allah and olsun, öz oğlum üçün demir. Dedim, ana sağ qurban. Belə biraz qarında bunu oxaladım. Anan dedim, sağ qurban, general qarnına dönüb qarnına. Bax, Quran haqqı. Dedim, bu kökəlmişsən maşallah. General qarnına dönüb qarnına. Hətta onda dedi ki, ana, generaldan da yüksək səni eləyəşəm. Sən yüksəklərdə olarsan. Hətta bu evi tikən də deyirdi ki, mən o evə qapı qoyduranda, o qapıya sən ələ uzadıb belə qapını açmayasan. O qapılar hər bir qapı sənin üzünə açılacaq. Elə bir ürəklə tikirdi buranı. 14 günü səhər-səhər tezdən getdi saat 4-də. Düzü də azarlamışdılar. 16-sı günü idi. Mazək gəldi bankdan. Sonra bu zəng elədi. Dedim, bala, bana bankdan zəng gəlibdi. Borcun qutarmadı ora. Dedi, ödədim, qutardım. Hər oradan qutarmışam ana. Həmən o gündə bankdan qutarıb borcun. Heç kimə borcu qalmamışdı. Hər bir şeyi ödəyib qutarmışdı. Özünün də pulu var idi, mənim də pulum var idi evimizin. Qardaşını topalamışdıq. Evə material alaş idi. 18-i günü idi. Bütünlü günü zəng elədi ki, gedib materialı alın, materialı götürün. Nə idisə evin materialı idi. 19-u günü idi, səhər-səhər idi. Heç yuxudan ayılmaq istəmirdim. Yatmamışdım düzdür. Amma heç o günü heç bilmirdim nə var, nə yox. Amma müharibə olacağını da bilmirdim valla. Bilmirdim. Gördüm mesaj gəlir mənə tez-tez. Girdim mesajı oxudum. Amma tezdən də zəng eləmişdi ki, mənim özüm. Hə, ondan qabaq zəng eləmişdi. Amma elə Əmrəha qardaşına da zəng eləyirdi ki, materialı gedin götürün. Gedin götürün. Hətta mən ona tam da dedim ki, onun aldığı şeyə dəymin. O özü qoy gəlib alsın. Çünki bilirəm ki, bunu biz alsaq bu bəyənən deyil. Qoy özü gəlib alaşaq. Bir də gördüm mesaj gəlir mənim telefonuma. Mesajda yazmışdı ki, şəkil atmışdım ha. Sonra mən ona bir səs atdım ki, bu şəkili demirəm, o bir şəkili deyirəm Atkina. Bir başqa şəkil var idi orada. O şəkili də atdı. Sonra mesajda yazdı ki, bu şəkillər səndə qalsın mama. Bunları pozma Ginan. Əgər bir də məni görməsəm, bu şəkillərdə görərsən.
Yazdı ki bu gece seni yuxumda görmüşəm. Bana yaz mesajda. Ana sağ qurban olun. Özündən müğayət ol. Bu sözləri yazdı. Mən elə qapıdan çıxan çölə, istəyirdim ki, qapıdan çıxan çölə buna səs atdım. Aynen ölsün ağlaya-ağlaya. Bu nədir yazmısan ma? Mən başa düşmədim sən nə yazmısan. Onu da gördüm göydən tökülür yalolar. Ama mesajımı oxumuşdu. Oxumuşdu mesajımı. Döyüşə girməmişdən qabaq. Döyüşə girməmişdən qabaq yazmışdı. O gün elə bildim dünya uçdu. Artıq mən o günü bildim ki, balam itirdi. Oldum aşıkta periler. Hiss elədim, özü də hiss eləmişdi. Hiss eləmişdi çünki mən onun özünə də deyirdim ki, mən ölən deyiləm. Amma sən məni bir gün şəhid olarsansa mən o gün ölərəm. Amma yenə də ölmədim. Amma niyə yaşayıram, niyə ölmürəm bilmirəm. Hər gün ölürəm mən. Çünki onsuz hər gün ölürəm. Hər gün ölürüm. Allah. Amma gəlmir. Allah səbir. Amma hər gün də yol gözləyirəm. Hər gün yol gözləyirəm ki, gələr. İnşallah böyle bir zahmete görüşməyiniz. Allah səbrinizi versin. Allah köməyinizdə Gözün olsun. Amma birdən yadıma düşəndi ki, o gəlməyəcək. O gün dünyam qaralır. O gün dünyanı dağıtmaq istəyirəm. İstəmirəm dünyanın işığına baxam. Amma onun ümidi ilə yaşayıram. Bir gün gələcək ümidi ilə. Bir gün yəqin ki, gələr bu şəhid oğullarımız. Analarını görməyə gələr. Çamide görceydi. Her vaxtınız xeyir olsun. Bugünkü gündə bizi izləyən izləyiciləri salamlayıram. Hörmətlilərim, Allah köməyin olsun. Amin. Bu günlərim həmişə olduğu kimi bugün də öz adət ənənəmizə sadiq qalaraq antiterror əməliyyatı zamanı öz şirin canından keçərək şəhidlik zirvəsinə ucalan şəhid Əlmərdan qardaşımızın evindəyik. Ananın ziyarətindəyik. Biz 5 ildir 2020-dən bugünkü günə qədər artıq şəhidlərimizin 5-ci il dönümləri keçirilir, qeyd olunur. Quran-ı Kərimdən, hədislərdən, rəvayətlərdən, ayələrdən, öz bildiklərimizdən şəhidin Allah yanında olan məqamını çatdırırıq, danışırıq. Amma bundan sonraki ömrümüzün axırına qədər də şəhidlərin məqamından danışsaq, yenə danışıb qutara bilmərik. Yenə tərifləyib qutara bilmərik. Sual versən niyə? Ona görə ki, çünki bir şəxsi ki, Quran-ı Kərimdə Allah tərifləyə, mən deyərdim ki, bəndənin tərifləməyə ehtiyacı yox. Allah Quran-ı Kərimdə nə deyir? Buyurur ki, Ali İmran surəsində,
Allah yolunda öldürülənlərə öyle deməyin. Onlar Allah katında diridirlər. Allah'ın onlara verdiği ruzi ilə qidalanırlar. Biz bəzən elə bilirik ki, elə öldü, hər şey bitti. Amma o cürə deyil. Elə nə başlayırsa, ondan sonra başlayır. Allah sizə Həzrət Əyyub Peyğəmbərin səbrini versin. Amin. Nə deyim? Allah Azərbaycanın bütövlüyü uğrunda öz şirin canından keçən, şəhidlik zirvəsinə ucalan bütün şəhidlərimizə qərib rəhmət eləsin. Amin. Onları şəhidlər zirvə İmam Hüseynlə məşhur eləsin. Təşəkkür. Bax, bir gözəl kəlam var. Bunu da deyim, yekunlaşım. Şəhidlərin həyatına baxanda hamısı ayrı-ayrı illərdə dünyaya gəldilər. Ayrı-ayrı illərdə, ayrı-ayrı günlərdə. Hərəsinin mövlud günü bir günüdür. Biri birindən 1 yaş böyük, biri 2 yaş balaca, ayrı-ayrı tarixlərdə. Şəhidlik zirvəsinə də ayrı-ayrı tarixlərdə ucaldılar. Amma qazandıqları bir adı oldu. Bir adı uğruna, şəhid adı uğruna, 3 rəhli bayrağın uğruna. Ona görə də Allah sizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə, ruhlarını bizlərə duaçı qərar versin. Amin. Qiyamət günü, axirət günü bizləri şəhidlər yanında üzü qara eləməsin. Allah bir də Azərbaycan xalqına pis gün görsətməsin. Azərbaycanın bayrağını həmişə yüksəklikdə dalğalandırsın. Amin. Bizi də mehribancasına bu bayraq altında şəhidlərin hörmətinə xatir cəm olanlardan qərar versin. Oldum aşıkta periler, oldum aşıkta periler, sergi